Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsi 28-ci ayə. Əuzu billah, bismillah. Keyfə, yəni necə. Təkfurunə, yəni küfr edirsiniz, inkar edirsiniz. Vav burada cəmi bildirir. Billahi, yəni Allahı. Bir ümumiyyətlə demişdik ki, çox tərcüməsi var. Dadə, ilə. Burada da nəyi kimi, yəni Allahı, yəni sonluğu artırırıq. Olur billahi, yəni Allahı. Və kuntum, kuntum oldunuz idiniz. Əmvətən, yəni ölülər. Azərbaycanca olanda ölü idiniz kimi gedir. Amma əmvətən cəm formadadır, ölülər. Fə əhyəkum, fə elə isə əhyə həyat sözündəndir. Bayaq əmvətün sözü məvut, ölüm sözündən idi. Əhyə, yəni həyat sözündəndir, yəni diri olmaq. Necə ki biz əhya saxlayırıq, yəni həmin gecəni diri saxlayırıq o formada. Fə əhyəkum, yəni o, burada əhyə, yəni dirildir, yəni o deməkdir, sizi. Yəni diriltdi. Daha doğrusu keçmiş zamandadır. Elə isə o sizi diriltdi. Burada fə bir halda da demək olar. Bura qədər tərcümə etsək, Allah'a necə inkar edirsiniz? Ölü idiniz ya da ölülər idiniz. Bir halda ki sizi diriltdi. Yaxud da o sizi diriltdi. Davamında thummə, sonra yumitukum. Yumitukum, yumitu yenə də məvut sözündəndir. Yəni öldürəcək kum sizi. Thummə, daha sonra yuhyikum, yəni dirildəcək sizi. Yəni sizi yenə öldürəcək, sonra sizi dirildəcək. Yəni burada yenə də deyə bilərik. Thummə, sonra iləyhi, ilə tərəfi ona, yəni ona tərəf turcaun, qaytarılacaqsınız. Yəni Allah'a necə inkar edirsiniz? Ölü idiniz. O sizi diriltdi. Sizi yenə öldürəcək. Ya da deyə bilərik sizi sonra öldürəcək, sonra sizi yenə dirildəcək. Sonra da onun huzuruna qaytarılacaqsınız, yaxud ona tərəf qaytarılacaqsınız. Bəqərə surəsi 28-ci ayənin təfsiri isə bundan ibarətdir ki, Allahı tanımağın ən yaxşı yolu özümüz və aləmin yaranışı haqqında düşünməyimizdir. Həzrəti İbrahim Allahın varlığını sübut edərkən buyurmuşdur. Mənim Allahım bir kəsdir ki, dirildir və öldürür. Həyatın yaranması və ölüm haqqında düşüncələr həyatın başqa bir varlıq tərəfindən yaradıldığını onun nəzərinə çatdırır. Əgər həyatı insan özü yaratmış olsaydı, onu əbədi edərdi. İnsan düşünür, nə üçün nə vaxtsa olmayıb, sonra olub, daha sonra isə yenidən olmayacaq? Allah buyurur, İndi ki, cansız ikən cana gəldiyinizi gördünüz, bilin ki, qiyamət günü də dirilməyiniz eyni cürdür. Həyat məsələsinin mahiyyəti məchul olsa da, onun əsərləri insanın vücudunda görünməkdədir. Həyatın xaliqinin də mahiyyəti dərk olunası deyil. Amma onun da əsərləri hər şeydə aşkardır. Bildirişlər. Birinci odur ki, əql və fitrətdən sorğu təbliğ və hidayət üsullarından biridir. Keyfə təkfurunə. İkinci de budur ki, həyat və ölüm haqqında düşüncə Allahın varlığının, isbatının ən üstün dəlilidir. Ayədə buyurulduğu kimi. Kuntum əmvətən. Yəni özünü tanıma Allah şünaslığın müqəddiməsidir.
Və üçüncü, sonuncu, ilahi dünya görüşündə həyat və ölüm də məqsəd, təkamül və kamal mənbəyinə dönüşdür. Yəni, necə ki, dünyaya gəlirik və ölürük, yəni həyat və ölüm də, yəni ölümün özündə məqsəd təkamül olmağımızdır, kamala çatmağımızdır. Necə ki, ayədə buyurulub, ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ, yəni biz ona tərəf qaytarılacağıq. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.